Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti mart ayı üzrə pensiyaların ödənildiyini bəyan edib. Rəsmi açıqlamada qeyd edilib ki, pensiyaçılar təqaüdlərini plastik kartlar vasitəsilə bankomatlardan əldə edə bilərlər. Lakin redaksiyamıza daxil olan məlumatlar bu bəyanatların doğruluğunu şübhə altına alır. Bizə müraciət edən pensiyaçılardan biri Kapital Bankla apardığı danışığın səs yazısını təqdim edib. Bank əməkdaşı sözü gedən şəxsə mart ayı üzrə pensiya köçürülməsinin aparılmadığını açıq şəkildə bildirib. Onun sözlərinə görə Naxçıvan Dövlət Sosial Müdafiə Fondu tərəfindən bank hesablarına heç bir vəsait daxil olmayıb. Bu isə o deməkdir ki, ya rəsmi qurumlar ictimaiyyəti yanlış məlumatlandırır, ya da Kapital Bank pensiya vəsaitlərini müəyyən müddət öz məqsədləri üçün istifadə etdikdən sonra pensiyaçılar ötürür. Məsələ ilə bağlı şikayətçi qeyd edib ki, uzun müddətdir pensiyasını heç vaxt ayın əvvəlində almayıb. Onun sözlərinə görə pensiyalar mütəmadi olaraq ayın 25-də, bəzi hallarda isə 28-də ödənilir. Bu isə rəsmi açıqlama ilə reallıq arasında daha bir ziddiyyət yaradır. Əgər pensiyalar həqiqətən ödənilibsə, niyə Kapital Bank əməkdaşı vətəndaşa hesabında heç bir köçürmənin olmadığını deyir? Əgər Dövlət Sosial Müdafiə Fondu doğru deyirsə, bank niyə bu vəsaitləri pensiyaçılara ötürmür? Əhalinin sosial təminatı ilə məşğul olan dövlət qurumunun belə ziddiyyətli açıqlamalar verməsi vətəndaşları çaşqın vəziyyətə salır. Rəsmi qurumlar bu məsələyə aydınlıq gətirməli və yaşlıların haqlı narazılığını aradan qaldırmalıdır. Çünki söhbət insanların aylıq dolanışıq mənbəyindən gedir. Gözlənilir ki, aidiyyəti qurumlar bu məsələyə inandırıcı izah versinlər. Əgər pensiyalar həqiqətən ödənilibsə, bank niyə bunu təsdiqləmir? Əgər ödənilməyibsə, onda rəsmi açıqlamalar niyə həqiqətə uyğun deyil? Vətəndaşlar haqlı olaraq soruşur, pensiyalar hardadır?